Ben Seyidov Murad Ataşoğlu, İmişli rayonunun Qulbəyli kənd sakiniyəm. Mən keçən il 19 noyabr 2024-cü ildə Kontakt Home-dən 2 telefon və bir kompüter, notebook götürdüm. 12-ci gün telefonun biri qovşağa sancanda qızdı, işləmədi. Və qeyd edeyim ki, mənim 2 illik qızıl zəmanətim də var. Telefonu gətirdim, telefonu aldılar. 2 aydan sonra dedilər ki, 191 manat pul ödəməlisən. Mən izah etdim ki, onlara ki, mənim qızıl zəmanətim var. Bu telefonun da defekti, çatışmamazlığı və istehsal tərəfindəndir də qovşağa sancırsan, telefon qızır. Nəysə, qəbul eləmədilər və məndə olan o qızıl zəmanət müqavilə sənədlərində aldılar ki, o yuxarı zəng eləyək, həll eləyəcək. O gündən bu günə qədər heç nə bir tədbir görmədilər. İkinci telefon deformasiya verdi və öz-özünə əyilməyə başladı. Yenə müraciət elədim və mənə izah elədilər ki, yox, sənə qızıl zəmanət veriləndə orada bir plus işarəsi qoyulub. Ona görə yenə də pulu özün ödəməlisən. Oktyabr ayının 2025-ci il oktyabr ayının 21-nə qədər aramızda müxtəlif danışıqlar getdi və nəhayət bu il oktyabr ayının 21-də telefonu qəbul elədilər və mənə rəsmi sənəd verdilər. Və rəsmi sənəddə yazdılar ki, bunu göstərə bilərəm, ekran qırıq və arxaya doğru əyilmə, deformasiya, qızıl zəmanət əsasında təmir. Çox gözəl. Yenə də bu təxminən bir həftə bundan qabaq yaxınlaşdı, müraciət elədim ki, bəs mənim telefonum nə oldu? Dedilər ki, 115 manat pul ödəməlisən. Dedim, qardaş, axı mən qızıl zəmanətim var. Dedilər, onun buna dəxli yoxdur. Və mən onlardan öz qızıl zəmanətimi istədim, vermədilər. Xahiş elədim ki, onda onun surətini çıxardım, verin mənə. Sizdə var. Onu da vermədilər. Və nəhayət böyük mübahisədən sonra onlar mənə belə bir zəmanət talonu verdilər. Bu zəmanət talonunda da mənim də imzam var, nə heç bir mənə aidiyyəti olmayan bir şeydir. Və bugünə qədər də müraciət edirəm ki, mənə o müqavilənin surətini çıxardın, gətirin, göstərin. İkinci, həmin o 2024-cü il noyabr ayının 9-dakı mərkəzlə telefon danışığım olub və orada onlar mənə izah ediblər ki, 2 illik zəmanət veririk sənə və bizim bu müddətdə telefonda hər hansı bir qüsur yaranarsa, bizim tərəfimizdən o icra olunacaq, yerinə yetiriləcək. Amma onların bir müdürü var, üzr istəyirəm, adı unutdum. Çox, yəni, müştəri ilə nə danışmaq qabiliyyəti var, nə söhbət eləmə qabiliyyəti var, nə özünün danışıq qabiliyyəti var, nə mədəniyyəti var. Cəmaatı içində mənə hətta o yerə ki, təsəvvür edeyim, mübahisə elədim ki, sənətimi istəyirəm, deyir, səni bura olmazsa maşın dalına bağlayarım. Mən başa düşə bilmirəm, belə bir danışıq qabiliyyəti olmayan adamı kontakt mərkəzi baş ofis bura nətər göndərib? Bunun adicə bir danışıq qabiliyyəti, müştəri ilə danışma qabiliyyəti yoxdur. Bunda etik normaların heç birisini gözləmir. Bu öz işidir, gözləmir, yaxşı edir. Və mənə verdikləri qızıl zəmanəti nə mənə verirlər, nə də mənim dərdimə əlac edirlər. Təkcə mən deyiləm. Bizdə də, məsələn, neçə nəfərlərin adını çəkərəm ki, eyni vəziyyəti onların da başına gətiriblər. Bu Kontakt Home-nin İmişli filalı nə ilə məşğuldur, hansı maxinasiya ilə, hansı saxtakarlıqla, hansı sənədlərin saxtalaşdırılması ilə məşğul olurlar, bugün də mən hələ bilə bilmirəm. Mən məcburam ki,
onları rəsmi qaydada məhkəməyə müraciət edin.